Salam, vaxtınız xeyir olsun əziz futbol sevərlər. Həvəskar Futbol Liqasının yaz mövsümünün yarı final maçının ikinci qarşılaşmasının əlbeyinizi xoş gördük. Kupart və Alip komandaları qarşılaşır. Hər iki komandaya davranışlar arzuluyuruq. Sizləri komandaların heyətləri ilə tanış edim. İlk öncə Kupart komandasının heyətləri belədir. Qapıda Laçın, Gökhan, Murad, Hüseyin, Tofiq, Elçin, Maga, Məhəmməd, İbrahim və Hüseyin. Alim komandasının heyətləri belədir. Qapıda Seymur, Kamran, Tural, Rufin, Ramil və Amil. Hər iki komandaya da yenidən uğurlar arzuluyuruq. Layiq olan qazansın deyirik. Bu arada nəzərdə çatdırım ki, ilk maç Kupart komandasının 8-1 üstünlüyü ilə, hesablı üstünlüyü ilə başa çatmışdı. Daha görə ikinci oyunda bizi nə cür bir qarşıdurma gözləyir. Turalda qalır top. Tural. Və burada qayda pozulub. Turala qarşı qayda pozulub. Cərimə zərbəsi yerinə yetirildi. Yenidən Tural topladı. Yanında Kamran oynayır. Kamran ötürməsi keçmədi. Kamran topu oyunda saxlaya bilmədi. Out. Out yeni yetirildi. Maga Junior topladı. Qusi ötürməsi keçmədi. Tək toxuncu ötürmələr Tural. Topu oyunda saxlayır. Nəhayət Maga Junior da qaldı. Sürətli yeri Maga Junior. Ayaq saxlayır. Ara ötürməsi. Qapı o zərbə gəlir. Seymur. Dəf etdi bu zərbəni. Qusi altı yeni yetirdi. İbrahim. Sağcan ötürmə Elçin. Elçindən geriyə ötürmə Maga Junior'a. Maga sol zanatda Gökhan Kartal var. Gökhan Kartal qarşısında Ramil var. Gökhan Kartal'da oldu top ələdə. Geriyə ötürmə Maga Junior. Gökhan oynadı. Yenidən Maga. Elçinin zərbəsi və top Tora da qovuşur. Top Tora daxil oldu. Elçin fərqlənir. Maçda hesabı başda Elçin bu qolla. Kupart komandası 1-0 hesabı ilə irəlidədir. Rufin topladı. Zərbəsini indirdi Rufin və yan keçdi bu zərbəsi. Qapıdan zərbə ilə top oyuna daxil edilir. Murad topladı. Tüməsini etdi Elçin. Qapısı Seymur'da qaldı. Uzun ötürmə. Qarşılandı Maga tərəfindən. Bu zərbə çərçivəyə tuş gəlmədi. Qapıdan zərbə olacaq. Seymur indi qapıdan zərbə ilə top oyuna daxil etdi. Kamran. Sürət eləməyə çalışır. Sağ altından qarşısı kəsildi. Top Gökhan Kartal'da qaldı. Gökhan Elçin oynadı. Elçin döndü geriyə. Maga. Qapısı Murad'la oynayır. O da ötürmədə səhvə yol verdi. Tural. Rufinə ötürdü topu. İndi Kamran topladı sağ altınaqda. Amil tək toxunuşla. Ramil'i düşündü. Ötürmə çatmadı ona. Gəl. Olar. Ürək. İbrahim topladı. İbrahim keçdi bir rəqibini. Ötürməsini etdi top. Qusiyə çatmadı. Qapıdan zərbə olacaq. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Kamran. Sol uzaqda Rufin var. Rufin ayaq saxladı. Zərbəsini indirdi. Son toxunuş Elçindəndir. Korner.
Ramil Korneliyesi Rufin oynadı. Rufin. Yanında Tural var. Onu ötürür topu Tural. Yine topu Rufin'e qaytardı. Bu ötürmə kesmədi. Quşi döndü qapısına. İbrahim topladı. Sürətli komandı hücuma çıxarmazda sağ azaltdı Elçin. Baxır qapıya. Ötürməsi etdi. Son anda Ramil. Bu ötürmənin qarşısını kəsdi. Out. Altın yetirildi İbrahim. Elçin oynadı. Geliyor ötürmə. Maga. Tekli solundan zərbəsini indirdi. Bu zərbə dəqiq alınmır. Qapıdan zərbə olacaq. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Rufin. Tural oynadı. Kamran'ı gördü. Kamran. Ayaq saxladı Kamran. Arasında Gökhan var. İmkan vermədi. Kamran'ın ilerlenmesinde Gökhan out. Qapıya doğru zərbə gəlir. Qalkiper. Murad dəf etdi bu zərbəni. Quşi qapısı Muradla oynadı. Elçin top oldu sağ azanaqda. Murad. Ara ötürməsi Amil imkan vermədi. Baxır qapıya Amil zərbəsini indirdi. Səsivəyə tuş gəlmədi bu zərbə. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Maqadan uzun ötürmə. Hüseyin istiqamətinə top çatmadı. Kamran yerdə qalıb, ona qarşı qayda pozulub. Rufin cərimə zərbəsini yetirdi. Tural oynadı. Tural yanında Kamran var. Kamran sürətli qapı doğru bindirdi. Son anda Murad. Komandasını qoldan xilas etdi. Bu seybi ilə. Alt yeni etirildi. Amil zərbəsini indirdi qalkiper. Dəf etdi bu zərbəni də Murad. Komandasını qoldan xilas etdi. Qapıdan zərbə ilə top oyuna daxil edildi Murad. Qapıda dəyişiklik var. Murad kənara çıxır. Zərbə dəqiq alınmadı. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Gökhan Kartal var qapıda. Muradın yerinə Gökhan Kartal qapıya daxil oldu. Maga Junior Ramil topunu almağı bacarır. Geriyə ötürmə. Tural. Bu döndü ən geriyə. Seymur oynadı. Tək toxunuşlu ötürmə, uzun ötürmə. Ünvansız alınır. Top qalkiperdə qalır Gökhan Kartal. Sol uzun ötürmə Maga. İbrahim oyunu qapı doğru zərbə İbrahimdən Seymur. Dəf etdi bu zərbəni dərhal da. Kamran istiqamətə ötürməsini etdi. Kamran top oyunu saxlayır. Qarşısında Maga Junior var. Kamran. Kamran zərbəsi endirir. Blok gəldi bu zərbəyə. Out. Rufin qarşısında Maga Junior var. Tural oynadı. Yenidən Rufin düşündü amma ötürmə ünvanı çatmadı. Yenidən Kamran topladı. Yenidən Kamran topladı. Amil düşürdü ama ötürmən qarşısı kəsildi. Top Günlük Kubart komandasındadır. Hüseyin İbrahim oynuyor. İbrahim sağ azaqda. Elçin var.
Elçin döndü geriye Gökhan Kartal. Maga Junior oynuyor. Yeniden Gökhan. Geldi. Rufin tezliği göstərir İbrahim'e. Topu kazanır. Rufin zərbəsini indirdi golkiper. Dəf etdi bu zərbəni. Ramil'in zərbəsinə blok geldi Maga Junior'da. Bu zərbə tora qovuşdu. Rufin bərabərlik goluna imza atır. İşte bu uzaqdan dəqiq zərbə ilə topu tora qovuşturdu Rufin. Komandasının bərabərlik goluna imza attı. 1-1. Biraz ortaya çıkan ne olur? Ben de burada. Bir tane ortaya. Değil mi? Maga Junior Elçin oynadı. Qarşısında Rufin var. Mərkəzə meyletir o Elçin. Ötürməsini Maga Junior zərbəsini indirdi. Topu az fərqlə. Sərçivədən yan keçir. Qapıdan zərbə ilə Seymur topu oyuna daxil etdi. Rufin oynayır. Rufindən uzun ötürmə. Bir başa qapıya zərbə oldu bu top. Qapının üzərindən. Meydana çəyək etdi. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Maga Junior. Elçi topadı. Maga oynadı. Solda İbrahim var. Topu İbrahim'den meydanı terk etdi. Qapıdan zərbə olacaq. Seymur dindi. Tələsir dərhal qapıdan zərbə ilə top oyuna daxil etdi. Kamran oynadı. Ramil istiqamətə ötürməsi. Top Ramil'e çatmadı. Top meydanı terk etdi. Out. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Amil. Tüməsində Kamran yaxşı gördü. Tək toxunuşlu Amili. Amil indi komandısı. Yenidən Kamran sıqanı tutmaya. Qapıya da o zərbə gəlir. Top. Çərçivəyə tuş gəlmədi. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Gökhan Kartal. Maga Junior oynadı. Maga. Tural kəsdi bu ötürmənin qarşısında topu komandasına qazandırır Tural. Solda Amil qoşulub hücuma. Amil. Solda zərbəsini indirdi Amil. Golkiper Gökhan Kartal. Dəf etdi bu zərbəni. Top yenidən Alim komandasındadır Tural. İbrahim təzliği göstərir. Top komandası qazanır. Qapı 9 zərbə gəlir. Golkiper. Seymur dəf etdi bu zərbəni. Rufindən indi uzun ötürmə. Yoxsa birbaşa meydana tərk etdi. Umansız alında. Qapıdan zərbə olacaq. Qapıdan zərbə ilə top oyuna daxil edildi Hüseyndən. Uzun ötürmə Maga istiqamətinə. Maga. Burada Amil'i kesmeye çalışırdı. Amil ona imkan vermedi. Seymur yeniden Amil topladı. Kamran istiqaməti yaxşı ötürmə gəlir. Kamran topu yaxşı ram etdi. Tural. Soldan ötürmə topu oyunu saxlayır Amil. Bağışla. Amil bağışla. Altı yenitildi Kamran. Kamran sağda Ramil qoşub hücuma zərbəsini indirdi Ramil. Top çərçivənin üzərindən meydana tərk etdi. Qapıdan zərbə olacaq. Gökhan Kartal dərhal qapıdan zərbə ilə top oyuna daxil etdi. Maga oynayır. Elçinlə oynadı indi Maga. Elçin eləməyə çalışır. Topu özündə saxladı. Rəqibi də keçmişdi. O Maga'nın ötürməsi dəqiq alınmadı. Daha doğrusu müdaxilə gəldi. Korner. Korner yeni yetirildi. Geriyə ötürmə Gökhan Kartal. Gökhan. Qarşısında Rufin var. Maga istiqamətdən ötürmə. Biraz ötürmə yüksəkdə alındı. Qapıdan zərbə olacaq. Seymur qapıdan zərbəyə topunu daxil etdi. Kamran istiqamətdən ötürmə. İbrahim bir qaldı top. İbrahim qapı qarşı ötürmə. Maga'dan zərbə gəldi. Seymur.
komandasını mütləq qoldan xilas edir. Rufin Amil oynadı. Yenidən Rufin. Qapçılayı oynadılar. Seymur topladı hal-hazırda. İndi Tural oynadı. Ramil döndü qapısına. Yox. Tural ötürməmişdi. Kamran top istədi. İndi sağdan yaxşı ötürmə etdi Rufin. Ramil oynadı. Son anda Maga Junior'dan. Kritik müdaxilə out. Kamran yerdə qaldı və ona qarşı qayda pozulub. Cərimə zərbəsi yerinə yetirəcək. Topun arxasında Ramil var. Zərbəsi indirir top canlı sətdən. Meydanı tərk etdi. Out. Amil altı yeni yetirdi. Sol uzantılar Rufin topladı. Rufin. Ramil oynuyor. Ramil sağ azdan ötürmə. Tural topladı. Rufin düşündü ama Maga Junior'da qalır top. Maga. Maga çəkdi sonuna zərbəsi indirir. Blok gəldi bu zərbəyə. Sağ altına ötürmə Maga Junior. Gökhan Kartal oynadı. Gökhan sağ altında Hüseyin var. Mərkəzə Elçini düşündü. Elçi topu ram edə bilmədi. Yaxşırma zərbəsi gəlir. Top sərsinə toş gəlmədi. Bravo Koçi. Teksen. Koçi teksen. Koçi çık. Hüseyin zərbəsi indirdi və gol! Top tora daxil olur. Hüseyin fərqləndi. Hüseyin yenidən komandasının hesabda irəli çıxarır bu golla. 2-1 olur hesab. Mərkəzdən yenidən oyundan top daxil edildi. Rufin topladı. Soldan ötürmə Ramil. Ötürməsə səhvi yol verildi. Qapı doğdurma gəlir və bu da 3-cü gol Kubart komandasından. İbrahim komandasının növbəti qoluna imza attı. Time-out götürülür. Time-out götürür Alim komandası. Time-outdan sonra yenidən görüşmək ümidi ilə hələlik deyirəm. Time-outdan sonra mərkəzdən top oyuna daxil etdi Alim komandası. Oyun yenidən hərəkətliyi qazanır. 3-1 üstünlüyü var Kubart komandasının. İlk sənə artıq son 6 dəqiqəsinə daxil olmuş o Rufin. Sağdan ötürmə Amil top oyunu saxlaya bilmədi. Out. Ver Gökhan'a. Ver qapçıya. Out yenitildi. Topu Rahmetli Maga zərbəsini indirir. Top çərçivənin üzərindən meydanı tərk etdi. Amil istiqamətə ötürmə. Hüseyin girdi araya ötürmənin qarşısını kəsdi. Elçinin baş zərbəsi. Top Seymurdan meydanı tərk etdi. Korner. Korner qapı qarşısına ötürmə. İbrahimin zərbəsi. Tərtibiyyə tuş gəlmir. Seymur qapıdan zərbə ilə top oyuna daxil etdi Kamran. Topu özündə yaxşı saxladı Kamran. Zərbəsi indirdi Kamran. Son anda Lassın və korner. Top Kubart komandasında qaldı. İndi ötürməsi. Qapı qarşısına ötürmə son anda. Müdafiəçilərə imkan vermədi. Tural. Kamran oynuyor. Kamran döndü geriyə Rufin. Rufin baxır qapıya. Zərbəsini indirdi. Top az fərqlə.
Sərsivənin üzərindən meydana tərk edir. Böyle kırmızı verdi. Qapıdan zərbə ilə Laçın top oyuna daxil etdi. Maga indi Maga Junior oynadı. Sağ tarafda Elçin var. Elçin ötürməsi qarşısı. Kamran kəsdi. Out. Bir de özüne, bir de özüne. 31 dəqiqə qalmadı. Tural. Sağ tarafdan ötürmə. Kamran topladı. Ötürməsi ünvana çatmadı. İndi Maga topladı. Əksürmə çıxır Kubat komandası. Ötürmə biraz sürətli alındı. Hüseyin topa çatmadı. Qapıdan zərbə olacaq. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Kamran. Soldan paralel ötürmə. Ramil var orada. Ramil keçdi mərkəzi. Özür eləyir. Qapı 9 zərbə indirir. Qalkiper. 2 həmlədə topa sahib oldu. Lasın indi qapıdan ötürməsini etdi Maga Junior'a. Maga Junior topladı. Maga qarşısında Amil var. Sağda Elçin oynadı. Elçin. Ramil gəldi onun qarşısına. Topu Elçindədir. Yanında İbrahim oynadı. İbrahim keçdi mərkəzi. Geriyə ötürmə. Maga Junior. Yenidən İbrahim. Solda Maga var. Maga Junior ötürmə. Maga Junior zərbəsi istəydi. Kimi alınmadı. Qapıdan zərbə olacaq. Seymur qapıdan zərbə ilə top oyuna daxil etdi. Rufin yenidən Kamran oynadı. Kamran sol uzaqda. Rami top istədi. Kamran. Belge. Şöyle dinle. Ötürməsi dəqiq alınmadı. Maga Junior eləməyə çalışır. Tural kəsdi onun qarşısını. Tural Amil oynayır sağ cinahda. İbrahim gəldi. Topu altı yolladı. Alim komandası altı yeni yetirdi. Rufin. Ötürmə Amildən dəqiq alınmadı. Top tikisi gəldi Alim komandasından. Out. Qapı 9 zərbə gəlir və növbəti gol gəldi Kubat komandasından. Hüseyin. Növbəti golun müəllifi oldu. 4-1 olur hesab. Top yenidən Kubat komandasındadır Maga. Sol camiyə etdi Maga. Top meydana tərk etdi. Qapıdan zərbə olacaq. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Ramil. Solca ötürmə. Rufin var orada. Rufin Maga Junior gəldi qarşısına. Rufin. Geri oynadı Tural. Döndü ən geriyə qapıçıları Seymur. Yenidən Tural. Ötürməsi ünvana çatmadı. Elçin girdi araya. Tural indi Amil istiqamətini ötürmə. Amil topu başla. Kamran ötürür. Kamran sağ cinahda Rufin var. Qapı qarşısına ötürmə düşünüldü. Hüseyin kəsdi bu ötürmənin qarşısını. Bu oyunu saxlama mümkün olmadı. Out. Tural altı yönetildi qapısı. Seymur oynadı. Kamran. Hakimi piti səsləndi. İlk hissə başa çatdı. İlk hissə Kubat komandasının 4-1 üstünlüyü ilə başa çatdı. İkinci hissədə yenidən görüşmək ümidi ilə hələlik deyirəm. İkinci hissədən təkrardan hər birinizi xoş gördük futbol sevərlər. İkinci hissə hakimin piti ilə start götürüldü. İlk hissə Kubat komandasının 4-1 üstünlüyü ilə başa çatmışdı. İkinci hissədə yenidən hər iki komandaya da uğurlar arzulayırıq. Top Kamran'da qalır. Kamran soldan ötürmə Rufin. Yenidən Kamran'a düşündü. Kamran topladı. Tural oynayır sağ cinahda. Mərkəzdə Ramil var.
Ramil sol uzaqda Rufin var. Qapı da uzaq gəlir Rufindən Laçın. Dəf etdi bu zərbəni. Korner. Rufin kornerini yetirdi. Ramil oynadı. Ramil. Rufin qapı qarşısında ötürmə gəlir. Maga topa sahib oldu. Ötürməsini etdi. Və burada qayda pozulub. Məhəmməd qaydanı pozdu. Amilə qarşı və sarı hərəkət ilə cəzalandı. Laçın. Laçın pozub düz istəyirəm. Pis səsləndi, kamran ötürməsini etdi Maga. Botimen qarşısını kəsdi, out. Sarı vərqələ cəzalandı Maga. Topu bitdən sonra topu zərbə vurduğu üçün. Kamran indi altıya niyyət edir. Amil oynayır, yenidən kamran ötürmə düşündü. Məhəmməd girdi araya. İbrahim altıya niyyət edir. Məhəmməd oynadı. Məhəmməd Elçin topladı. Elçin top istəmişdi. Top Kamrana meydana tərk etdi. Out. Laçın İbrahimlə oynadı. Yenidən qapısına qaytardı Laçın. Türməsi dəqiq alınmadı. Out. Kamran baxı qapı zərbəsi indirdi. Top çərçivədən yan keçdi. Buradan zərbə ilə Laçın indi topu oyuna daxil edəcək. Uzun ötürmə gəldi Laçından. Tural qarşıladı. Maga. Qapı da zərbə gəldi Hüseyndən. Top qapısı Seymurda qaldı. Kamranı görür. Kamran. Out. Ramil out'u yeni yetirdi. Yenidən Ramil topladı. Ötürməsini etdi Turala. Tural. Sol zinaqda Rufin var idi. Yenidən Ramil. Amil oynadı. Rufin topladı hazırda. Ötürmə düşünülmüşdü. Ramil istiqamətdə top qapısı açıldı qaldı. Məhəmməd topladı. Hüseyin oynayır. Hüseyin'di. Ötürməsini etdi İbrahimə. Solda Maga qapı qarşısına ötürmə gəlir. Maga Dünya zərbəsi indirir. Qapı direğindən. Deyərək top meydanı tərk etdi. Elçin indi zərbəni indirən üzr istəyirəm. Kamran Tural oynadı. Rufin komandasının tək qolunun müəllifidir maçda bugün. Rufin ara ötürməsi keçmədi. O top indi Kamran'da qalır. Olimp komandasına qalır top Kamran. Sağ meyil etdi. Ayaq saxlayır qarşısında. Hüseyin var. Geriyə ötürmə Tural. Ara ötürməsi yaxın qapı da o zərbə gəlir. Son anda Laçın komandasını qoldan xilas etdi. Seymur indi Rufin oynadı. Rufin ara ötürməsi Amil. Məhəmməd imkan vermədi. Amilin zərbə indirməsinə. Korner. Anlaşılmazlıq yaşanır Rufin və Kamran arasında. İndi top itki gəldi. Kubat komandası altdan topunu daxil etdi. Elçin 2-1 gəlirlər. Türməsi Hüseyin qapı da o zərbə indirdi. Top çərçivədən yan keçdi. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Ramidən Diaqana türməsi aldı. Kamran top oyunu saxlayıb bilmədi. Out. Altdan top oyuna daxil edildi. Elçin sol cinə ötürmə top Maqanın gerisinə düşür. Out.
Ramil topladı. Sağ azaqda Rufin var. Rufin yenidən Ramil oynadı. Ramillə üzr istəyirəm. Ramil özünü yaxşı saxladı. Ramil döndü geriyə. Tural zərbəsini indirdi. Qalkiper dəf etdi bu zərbəni. Rufinin zərbəsi çərçivəyə tuş gəlmədi. Qapıdan zərbə ilə Laçın top oyuna daxil etdi. Maqa Məhəmməd oynadı. Uzun ötürmə Məhəmməddən. Ünvansız alınır. Out. Seymur Tural oynadı. Tural gördü Rufin'i. Yenidən Rufin. Təzyiq var ilərdə Kubat komandasının. Tək toxunuşda ötürmələrlə çıxmağa çalışır bu təzyiqdən ama Kubat komandası topu qazanmağı bacardı. Rufin irəliyə sağca ötürməsi etdi Ramil. Yenidən Rufin zərbə indirmə mümkün olmadı. Laçın topu uzaqlaşdırdı. Out. Out yeni yetirildi. Ara ötürməsi keçmədi. Top yenidən Kubat komandasındadır Maqa. Soldan ötürmə Elçin. Çəkdi sağına ama Amil izləyirdi, ona imkan vermədi. Top Amildən meydana tərk edir. Out. Out yeni yetirildi. Məhəmməd topladı. Baxdı qapıya. Ötürməsi keçmədi. Top yenidən Kubat komandasındadır. Bu dəfə indi Alim komandası Out'u yeni yetirəcək. Kamran soldan ötürməsi etdi. Qapıya doğru zərbə gəlir və top tora qovuşur. Rufin dubl edir. Özünün də komandasının da ikinci qoluna imza attı Rufin. 4-2 oldu hesab. Mərkəzdən top oyuna daxil edildi. Hüseyin döndü geriyə. Uzun ötürmə dəqiq alınmadı. Top qalkiperə qədər gəlib çatdı. Seymur topladı. Yenidən Seymur. Solda Rufin oynayır. Rufin'dən paylı ötürmə sağ azana tək toxunuşla Kamranı düşündü. Təzyiq var Kamrana top. Qapısı Seymur dəf etdi. Bu qarşısını aldı bu. Zərbənin. Rufin indi solda topladı. Qapı qarşısında ötürmə düşünür. Top Hüseyndən meydana tərk etdi. Korner. Kamranın zərbəsi toru yandan silkələdi Kamran. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Uzun ötürmə Laçından. Top Turalda qaldı. Tural döndü qapısına. Seymur. Rufin. Ötürməsi keçmədi. Out. Out'u dərhal yeni yetirdi. Ramil oynadı. Kamran. Təzyiq var Kamrana. Topu ondan aldılar. Kubat komandası indi. Əksuma çıxmağa çalışır Məhəmməd. Sağına çəkdi. Kamran. Yaxşı keçdi burada Məhəmmədi. Soldan atladı Kamran hazırda. Magazinho kəsdi onun qarşısına. Out. Out yeni yetirildi Rufin. Baxı qapıya zərbəsini indirdi. Top çərçivəyə. Tuş gəlmədi. Qapının yanından meydanına tərk edir. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Maqa Junior. Elçin oynadı sol tarafta Elçin. Yanında Maqa Junior oynuyor. Maqa Junior Kamran keçməyə bacarır. Ötürməsini etdi. Hüseyin zərbəsi ötürmə etdi. Adaşı Hüseyinin zərbəsi dəqiq alınmadı. Daha doğrusu top qalkiper Seymur'da qaldı. O qədər effektiv alınmadı boş qapıya. Topu qapısı Seymur ötürdü. Kamran topladı.
Gel kimlerdi bak? Hüseyin topladı. Qapı doğru zərbə gəlir. Hüseyin'dən Seymurda qaldı top dərhalda. Ramil istiqamətini ötürmə gəldi. Ramil döndü geriyə. Amil oynadı. Amildən Tural istiqamətini ötürmə. Tural Rufin oynadı. Rufin ayaq saxlayır, baxır. İndi Kamranı gördü. Kamran sağ azaqda Tural. Üzümə qoşulmuşdu amma ötürməsi biraz sürətli alındı. Top meydana tərk etdi. Outdan top oyuna daxil edildi. Elçin. Sol ucuna ötürmə. Hüseyin qapısı üzbə-öz indi. Nerede ötürməsini etdi. Qapı 9 zərbə gəlir və gol! Hüseyin komandasının 5-ci goluna imza attı və bu goldan sonra da time-out götürür. Time-outdan sonra Mərkəzi Alim komandası top oyuna daxil etdi. Son atakta Hüseyin fərqlənmişdi. Bu şimdi altı yeni yetirdi. Maga Junior topladı. Geriye ötürmə Məhəmməd. Hüseyin oynadı. Diğer kanal ötürmə gəlir. Top oyunu saxlamanı bacardı Elçin. Döndü geriye. Məhəmməd. Elçin oynadı. Elçin baxdı qapıya zərbəsini indirdi. Qalkiper. Seymur bu zərbəni qarşılamağı bacardı. Korner. Hüseyin korner yeni yetirdi. Top birbaşa altı yollanır. Alttan Amil topu oyuna daxil etdi. Rufin oynadı. Rufin sol ucuna ötürmə. Tural. Kamran oynadı. Kamran qarşısında. Maga Junior və qapı 9 zərbə gəlir. Baş zərbəsi gəldi indi Amildən. Toru yandan silkələdi. Onun bu baş zərbəsi qapıdan zərbə ilə atsın. Top oyuna daxil etdi. Ötürməsi dəqiq alınmadı. Out soldan atan meydanın dirəki bayid olan hissəsindən. Out yeni yetirəcək Olimp komandası. Qapıçılasında qaldı. Maga Junior topladı. Kapıdan zərbə mi olacaq? Yox, out. Out yeni yetirdi. Uzun ötürmə Hüseyin istiqamətinə. Tural qarşıladı. Rufin oynamış. Yox, Kamran da qaldı. Top indi Rufin topladı. Tural yaxşı gördü Amil'i. Zərbəsini indirdi Amil. Bu dəfə də Amil toru yandan silkələyir. Maga Junior topladı. Hüseyin oynuyor. Sürməsini etdi. Elçin. Yenidən Maga Junior. Hüseyin topladı. Sağda ötürməsini etdi. Qapı qarşı ötürmə zərbə gəldi Hüseyin'dən. Qapısı Seymurda qaldı top. Seymur zədələndi bu epizodda. Ciddi bir şey yoktu. Oynayədən hərəkətliyi qazandı. Seymur ayağa qalxıb, ciddi bir şey yoxdur. Tural topladı. Türməsi Kamran. Qapısına dönür Seymur. Ramil oynadı yanında. Tək toxunuşda ötürməli ixtivar paslaşması düşünürdü amma fikir yaxşı idi amma həyata keçmədi. Top indi Kubat komandasındadır. Qışı döndü geriyə. Maga Junior oynadı. Yenidən Maga Junior'da da topa hazırda. Tural var qarşısında. Məhəmməd topu uzaqlaşdırdı. Out. Olimp komandası. Outdan topu oyuna daxil edir. Sağdan ötürmə. Ramil qapı 9 zərbə indirdi. Top çərçivənin üzərindən meydanı tərk edir. Qapıdan zərbə olacaq. Qapıdan zərbə ilə indi Laçın topu oyuna daxil edir. Məhəmməd qapısı Laçından uzun ötürmə.
Hüseyin istiqamətine. Top Hüseyin'e meydana terk etti. Kapıdan zərbə olacaq. Kapıdan zərbə ilə Seymur top oyuna daxil etdi. Tural oynadı. Tural sağ tarafta Amil var. Amil Tural oynadı. Yenidən. Amil gör. Paylı ötümə gəlir Amil'dən. Solca Kamran topadı qarşısında. Maqa Junior var Kamran. Hüseyin kəsirdi onun qarşısını. Out Kubat komandasının da. Out'da yeni yetirdiler. Basın. Top Rufin nəzarətinə meydana tərk etdi. Out. Meydana rəqib özdən ayrılan səsinə out'u yeni yetirdi. Alep komandası Seymur topladı. Seymur Rufin oynadı və Hakimin final piti səsləndi. Maç başa çatdı. Kubart komandası 5 hesabı ilə qələbə qazandı və adını finala yazdırdı. Təbrik edirik Kubart komandasını finalda. Uğurlar arzulayırıq onlara. Olimp komandasını da bu gözəl mübarizəyə görə, gəlib çatdıqları yarı final mərhələsinə görə təbrik edirik. Növbəti turnirlərdə də onlara uğurlar arzulayırıq. Biz də röportajımızı burada yekunlaşdırırıq. Növbəti oyunlarda, növbəti maçlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.